Bu maşına 20 il və 1 milyon kilometr qarantiya verir. İnanmadınız eləmi? Əslinə qalanda bugün bir çoxları belə danışır. Biz buna inanırıq da. Sizə bir hekayə danışmaq istəyirəm. Deməli bir nəfər məni izləyənlərdən biri yolda deyir ki, Şamil müəllim, bu maşından deyir dostum almaq istəyir, amma qalmışıq pis vəziyyətdə. Bilmirik ki, bunun qarantiyası nətər olacaq. Deyirəm ki, gözəl qardaş, mən varam da. Mən belə zarafat yana biraz da ciddidim ki, mən varam. Belə baxdı, indi üzümə deyə bilmədi də ki, qardaş, sən kimsən kimi. Dedi ki, yox, müəllim, mən bir dənə yerdən maşın almışam, özümə Kitayski də o da. Amma 8 il qarantiya verirlər. Dedim, yaxşı, gözəl insan, həmin obyektdə 2 il bundan qabaq hansı şirkət vardı, sən bilirsən? Deyir, yox, bilmirəm. Deyirəm, filan şirkət. Deyirəm, bəs ondan 1 il qabaq hansı şirkət var idi? Deyir, yox, onu da bilmirəm. Deyirəm ki, Bəhmən şirkət. Deməli, qarantiya məsələsi o zaman işləyir ki, 8 il o şirkət orada dursun. Elə belə bir dənə açın vərəqləyin. Görün ki, Azərbaycanda 1 il ərzində nə qədər obyekt açılır, bağlanır. Mən isə deyəndə ki, dostlar, mən varam, mən burada ciddiyəm. Nəyə görə mən ciddiyəm? Mən birbaşa zavodla əlaqəyəm, bunu digər videolarımda da demişəm və dünya distribütörlər yığıncağına da inşallah gələcəm, orada sizə video paylaşacağım. Amma mən deyəndə ki, mənəm, burada mən sizi milli dəyərlərə geri çağırıram. İndiyənə qədər siz maşın nətər sürürdünüz? Gidirsiniz, işlənmiş maşın alırdınız, ona buna deyirsiniz ki, qardaş nətər, o deyir, yaxşıdır. Harada baxdırırsan? Əlinin, Vəlinin, Məmmədin yanında yaxşı ustadı, Zapsas zadı da var. Düzdür? İndi nə olub ki, biz bundan kənarlaşırıq? Bu çox sadədir. Avtomobil var, zavodla əlaqə var və deyirəm ki, mən varam. Mən varam nə deməkdir? Nə vaxt ki, mən bunu sürürəm, biz bir cəmiyyət kimi, bir dost kimi əlimizdən gələni eləyəcəyiksə, Zapsas da verəcəyik, ehtiyat sitəsi də verəcəyik, servis də verəcəyik, usta da verəcəyik. Amma əlimizdən gələn qədər, da yalan deyib 25 il, 1 milyon kilometr demirik ki, bu mənasız qarantiya məlumatları ilə özünüzü çaşdırmayın. Hər şey özünüzdən asılıdır. Amma yenə də kimsə bu absurd qarantiya yalanlarına inanmaq istəyirsə, özünüz bilərsiniz.